dərsimiz uzunluq vahidləridir. Uzunluq vahidləri nədir uşaqlar? Uzunluq vahidi ölçmək üçündür. Məsələn, burada yazı taxtası verilir. Biz yazı taxtasını ölçmək üçün uzunluq vahidlərindən istifadə edirik. Uzunluq vahidləri üçün vasitələr isə xəttkeşlə ölçə bilərik, metrlə ölçə bilərik. İndi isə uzunluq vahidlərindən ən kiçiyi nədir? Millimetr. Millimetr xəttkeşin üzərində santimetrdən olur da. 10 santimetri xəttkeş olur, 20-30 santimetri. 1 santimetrin arasındakı kiçik xətlər millimetrdir. Millimetr ən kiçik uzunluq ölçü vahididir. Ən kiçik uzunluq ölçü vahidi millimetr, sonra gəlir santimetr, sonra gəlir desimetr, sonra gəlir metr, kilometr. 1 santimetrimiz 10 millimetre bərabərdir. 1 desimetrimiz 10 santimetrdir. 1 metrimiz 10 desimetrdir. 1 kilometrimiz 1000 metrdir. Ən yaxşı yadda qalmaq üçün, bax, belə bir vasitədən istifadə edirik. Biz sizinlə neçə dənə uzunluq vahidini tapdıq? 1, 2, 3, 4, 5 dənə. Əlinizdə də 5 rəqəm var, 5 var. Çəkirəm bura. Ən kiçik barmağımıza, ən kiçik uzunluq vahidini yazıram. Millimetr, sonra santimetr, desimetr, metr, kilometr. Böyüdən başlayırıq. 1 kilometrimiz neçə metrdir? Görürsünüz, bu parmaqlar arasında, metrlə kilometr arasında çox fərq var. Bura nədir? 1 kilometrimiz 1000 metrə bərabərdir. 1000 yazdım. Digərlərin arasında isə 10 gedir. 1 metrimiz 10 desimetr, 1 desimetrimiz 10 santimetr, 1 santimetrimiz isə 10 metr. 10 neyinir? Artır. Gəlin bəs bax, beləsinə. Dedik ki, böyüdən kiçiyə doğru çəkdim. Ən kiçikdən ən böyüyə doğru uzunluq vahidlərini tansaz, barmağımız yadımıza düşsə, bizdə çevirmələrdə heç bir çətinlik çəkməyəcək. Bəs digərləri necə çevirəcək? İndi onu izah edirəm. Bax, burada baxanda görürük. Deyirik ki, 1 metrimiz neçə desimetrdə barmağımız yadımıza düşür? 10. Deyirik, 1 santimetrimiz neçə millimetrdə baxırıq yadımıza düşür? 1 sıfır var arasında. 10. Amma, baxaq, 1 desimetri millimetrə çevir deyəndə 2 dənə barmaq var. Neçə olacaq? 100. 1 metri millimetrə çevir deyəndə neçə barmaq var? 3. 3 dənə sıfır var. 300. 1000. 3 dənə sıfır arasında da 1000. Başa düşdünüz necə çevirəcəksiniz? Barmaqların içərisindəki sıfırlara uyğun. Məsələn, 1 metrimiz 1 metrlə millimetr arasında neçə barmaq var? 3 barmaq var. Deməli, 3 dənə sıfır var. 1000-ə bərabərdir. Başa düşdünüz? 1 desimetr millimetrə çevir deyəndə 2 dənə barmaq var. 2 sıfır var. 2 sıfır hansıda olur? Yüzlükdə olur da, düzdür? Yüzlük. 1 metri santimetrə çevir deyəndə yenə baxırıq. 1 metrlə santimetrin arasında 2 dənə sıfır var. Deməli, nə olacaq? 100. 1 metrimiz 100 santimetrə bərabər. Belə çevirəcəksiniz. Aydındır uşaqlar. Əgər 5 metrdirsə, 2 dənə sıfırdır. 2 dənə sıfırdır, 5-ə vururuq, olur 500. Başa düşdünüz necə? Bir dənə kilometrlə metr arasında 3 sıfır var. Qalanların arasında isə 1 sıfır var. Əgər həmin yanındakını soruşursa ona 1 dənə sıfır artırırıq. 10 olur. Yox. 2 barmaq soruşursa 2 sıfır artırır. 3 barmaq aralıda olan ölçü vahidini soruşursa 3 artırır. Məsələn, burada gəlin bir neçə çevirmə aparaq. Verib 6 metri çevirək santimetrə. Baxırıq metrə. 6 metrlə santimetr arasında neçə barmaq var? 2.
2 dənə sıfır olan yüzlükdür. 6 metr dediyinə görə də yüzü neyinirik? 6-ya vururuq, olur 600 santimetr. Desək ki 6 metr, məsələn, yaxşı 3 desimetri çevir santimetrə. Baxırıq. Desimetrlə santimetr arasında nə qədər fərq var? Bir dənə. Bir sıfır var. Deməli 10-a vuracaq. Düzdürmü? Burada da necədir? 3, 30. 30 santimetrə bərabərdir. Yaxşı. Bunları əzbərləsəz sıra ardıcıllığın və hərəsinin arasında bir sıfır yadda saxlasaq kilometrdən fərqli olar. Kilometrdə nə qədərdir? Metrdən arasında. Üstünə sıfır var. 3 sıfır var. Bu qədər.